بسم الله النور بسم الله النور بسم الله نور النور بسم الله نور على نور. Bismillahirrahmanirrahim. Möhtərəm müsəlman bacı qardaşlarımız, Allaha İslam şəriətində göstərildiyi kimi ibadət etmək üçün namazı olduğu kimi düzgün öyrənib, onun bütün qaydalarına riayət eləmək biz bütün müsəlmanlara vacibdir. Elə bu məqsədlə hazırlanmış təsvirlərdə siz əyani olaraq dəstəmaz almaq, su olmadıqda yaxud hər hansı bir xəstəliyə görə suyun bədənə zərəri olduqda təyəmmüm etmək və sonda gündəlik namazlar və onların rəkətləri ilə müəyyən qədər də olsa tanış olacaqsınız. İzahlı şəriət məsələlərində qeyd olunduğu kimi, müsəlman şəxs namaza başlamazdan əvvəl dəstəmaz almalıdır. Dəstəmaz, qayda üzrə üzü və əlləri yumaq, başa və ayaqlarının üstünə məhz çəkməkdən ibarətdir. Dəstəmaz alarkən müstəhəbdir ki, şəxs əvvəlcə əllərini yusun. Sonra üzünə su vurub, onu alnın saç bitən yerindən çənəyə qədər aşağıya doğru çəkməlidir. Üzü yuyarkən əlini onun yan tərəflərinə də çəksin ki, nəzərdə tutulan məsafə riayət olunsun. Üzü yuduqdan sonra birinci sağ qolu, sonra isə sol qolu dirsəkdən suyu töküb, onu barmaqlarının ucuna qədər yumaq lazımdır. Sol qolu yuduqdan sonra sağ əlimizlə əvvəl başımıza, sonra sağ ayağımıza, sonra sol əlimizlə sol ayağımıza məhz çəkirik. Ayaqlara məhz çəkərkən əli barmaqların ucundan ehtiyata görə topuğa qədər çəkmək lazımdır.